Deməli müəllimlər, bu metakognitiv bacarıqlarda mən indi ikinci mərhələsi olan özünü tənzimləmənin içərisində olan komponentləri sizə izahını verəcəm. Bax, bizə deyir ki, bizdə özünü tənzimləmədə komponentlərin içərisində nələr var? Məqsədin müəyyən olunması, bir. İkinci planlaşma, üçüncü deməli emosional tənzimləmə, dördüncü uyğunlaşma. İndi bax, bir də mən bunların içini sizin üçün açıqlayayım ki, burada sizin üçün testlərdə işləyəndə rahat olsun, nəyi göstərəcəyik. Bax, özünü tənzimlədə deyirik məqsədin müəyyən olunması. Hansısa bir problemi, hansısa bir çətin əldə oluna bilən bir məqsədləri müəyyən edir. Məsələn, hansısa bir məqsədə çatmaq istəyirəmsə, deyək ki, siz imtahanda uğur qazanmaq istəyirsiniz. Sizin məqsədiniz imtahanda yüksək nəticə qazanmaqdır. Və imtahanda yüksək nəticə qazanmaq bu sizin hədəfiniz, məqsədinizdir. Bu məqsədinizi müəyyən etmisiniz. Sonra buna uyğun planlaşma tərtib edirsiniz. Planlaşdırmada, yəni bu məqsədə biz nail olmaq üçün müəyyən strategiyalar, yol, metod, nələrdən istifadə edəcəm, hansı yolla bu uğuruma çatacam, bu işimi planlayıram. Plan təkcə müəllimə aid deyil ki, plan elə ümumiyyətlə hər bir işi görən, uğura çatmaq istəyən hər bir kəsə planladır. Yəni planlaşdırılmış işin sonu da effektiv olacaq. Bu bir mənalı şəkildə. Və biz planlaşmanı müəyyən edirik ki, məsələn bu planlı şəkildə məsələn siz məqsədinizi qoymusunuz, imtahanda yüksək nəticə yığacam və planınızı tərtib etmisiniz. Bu strategiyadan, həftənin bu günləri kurikuluma qoşuluram, bu günləri deyək ki, ixtisas dərslərimə qoşuluram və hansı müəllimdən, hansı strategiya ilə, bu sizin planınızdır. Və gəlir emosional tənzimləmə. Emosional tənzimləmədə biz ümumiyyətlə müəllimlər, yəni öyrənmə prosesi zamanı emosional reaksiyaları biz idarə etməliyik və eləcə də onu şagirdlərimizə aşılamalıyıq. Məsələn, uşaqlar, öyrənmə prosesi həmişə rahat olmayacaq, həmişə axıcı olmayacaq, öyrənmə prosesində sizin çətinlikləriniz olacaq, deyək ki, səhvləriniz olacaq, hər şey səhvlərdən, nöqsanlarınız olacaq. Bu sizin elə öyrənməyəcəyiniz anlama gəlməyəcək ki, əzmkarlıq göstərəcəksiniz. Biz şagirdə elə bir motivasiya, elə bir ruh yüksəliyi, elə bir stimul verməliyik ki, şagird çətinlik görəndə geri dönüş etməsin. Bəzən baxırsan ki, şagird hansısa bir tapşırığı edir, çətinlik, elə uğurun bir adımlığında geri dönüş eləyir. Yəni, bax, biz onlara daha əzmli işləməyi, daha fədakarlıq, emosiyalarını idarə etməyi, bacarmağı onlara öyrətməliyik ki, bax, öyrənmə prosesi axıcı olmayacaq, çətinliklərin olacaq, nöqsanların. İşləyəcəksən bu nöqsanların üzərində, nöqsanlarını düzə çevirəcəksən. Hər bir öyrənmənin başlanğıcında səhvlər durur. Biz səhvlərimizdən öyrənirik, uşaqlar. Bu kimi deyirik, şagirdlərdə emosiyalarının müsbət mənada idarə etməyi bacarmalıdır. Yəni, bu emosional tənzimləmədir. Və bir də dördüncü komponenti deyəcəyik biz özünü tənzimləmədə uyğunlaşma. Uyğunlaşma da burada nələr öz əksini tapacaq müəllimlər? Yəni, biz ətrafdan ki, bayaqdan özünü monitorinqdə rəylər almışdıq. Hansı aldığımız rəylər əsasında, dəyişən şərtlər əsasında biz strategiyamıza, o rəyləri strategiyamıza uyğunlaşdıracağıq. Yəni, fəaliyyət zamanı, deyək ki, baxacam ki, mənə rəy veribsə, əgər kimsə ki, bunu belə etməyəcəksən, belə edəcəksən, mən onu fəaliyyətimə uyğunlaşdıracam. Fəaliyyətimdə, strategiyamda, üsulumda, metodumda dəyişiklik eləyib, onu fəaliyyətimə uyğun. Yəni, dəyişiklik eləyərək onu öz fəaliyyətimə uyğun şəkildə uyğunlaşdıracam. Bax, bu uyğunlaşdırmadır. Və bir də sonuncu, mən özünü, deməli, metakognitiv bacarıqların üçüncü komponenti, üçüncü mərhələsi özünü qiymətləndirmədir. Özünü qiymətləndirmənin də iki komponenti var. Qiymətləndirmə və refleksiyadır. Qiymətləndirmədə nə öz əksini tapır müəllimlər? Yəni, burada şagird özünün fəaliyyətini qiymətləndirəcək, öz fəaliyyəti haqqında mühakimə yürüdəcək, öz fəaliyyəti haqqında tənqidi yanaşacaq, onu qiymətləndirəcək. Yəni, bax, bu işi haqqında bir mənalı şəkildə meyarlar əsasında qiymətləndirmə aparacaq. Yəni, burada şagirdlərdə tənqidi təfəkkür, mühakimə yürütmə bacarığı, öz işini, nəticədə şagird burada öz işini qiymətləndirmiş olur. Bu qiymətləndirmədir və refleksiyada nələr var? Yəni, şagird nə öyrəndiyini, necə öyrəndiyini və nələrin üzərində təkmilləşdirməli olduğunu, hansı məqamlar onun üçün qaranlıqdır, hansı məqamlar üzərində daha təkmil proqramlar hazırlayacaq, hansı məqamlar üzərində daha inkişaf etdirmək üçün nələr eləyəcəksə,
onları refleksiya eləyir. Yəni ümumiyyətlə şagird davamlı şəkildə özünü refleksiya eləyirsə, yəni burada rasional düşünürsə, burada onun üstünlükləri də üzə çıxacaq, çatışmazlıqları da üzə çıxacaq. Yoxsa mən elə hər şeyi bilirəm, hamı məndən yaxşı ola bilməz, mən hamıdan yaxşıyam. Bu iş deyil. Yəni biz burada özünü refleksiyadan danışırıqsa, şagird özünün həm çatışmayan cəhətlərini, həm üstünlüklərini, bacardıqlarını, doğrularını, yanlışlarını üzə çıxardacaq. Özünü refleksiya eləyəcək. Və ümumiyyətlə nəinki şagird, elə bir müəllim olaraq biz öz gündəlik fəaliyyətimizi də refleksiya etməliyik. Dərsdən çıxdıq, özümüzü refleksiya eləyək. Bugün nəyi etdik? Bugün biz şagirdə nəyi verdik? Harda bizim çatışmayan cəhətlərimiz var? Yəni bax biz etdiyimiz fəaliyyətin də refleksiya. Tək elə imtahana hazırlaşdım, dərs oxudum, nələr mənə qaranlıq qaldı, nələr aydın oldu, olmayacaq. Yəni biz müəllim olaraq da verdiyimiz işin, yəni gördüyümüz işin, icra etdiyimiz hansısa fəaliyyətin refleksiyanı özlüyümüzdə aparmaq. Ümumiyyətlə yəni bu refleksiya hər bir kəsə aiddir müəllimlər. Bax bu özünü monitorinqin 3 mərhələsi, özünü monitorinq, belə metakognitiv bacarıqların 3 mərhələsi, özünü monitorinq, özünü tənzimləmə və özünü qiymətləndirmə mərhələləri haqqındaydı. İndi biz burada keçək müəllim